Mən Məmmədzadə Adam Güləsanoğlu, Hacıqabul rayon Şovan kəndində yaşayıram. 2-ci Qarabağ qarşısıyam, sağ ayağım dizdən yuxarı amputasiya olunub. Bizim kəndimizdə bir problem var. Bundan əvvəl də bu problemi dövlət orqanlarına çatdırmışıq. İcra başçısının bu haqda məlumatı var. Bizim bələdiyyəmiz və bütün rayon üzrə bütün nümayəndələrin bu problemdən xəbərləri var. Bizim kənd cəmaatının otlaq torpaq sahəsi əllərindən alınır. Və bu şikayətlərə baxmayaraq hələ də bu davam edir və bizə biraz əvvəl bundan əvvəl məlumat verildi ki, 3-cü gün bu torpaqlara traktor salınacaq. Ekologiyası xəbər verir ki, Hacıqabul rayonunun Çolanı kənd sakinləri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəhbərliyindən, digər məsul şəxslərdən və 3 saylı regional meşə təsərrüfatı mərkəzinin əməkdaşlarından şikayət edərək kəndə yaxın meşə ərazilərinin qanunsuz olaraq ayrı şəxslərə icarə verildiyini iddia ediblər. Sakinlərin sözlərinə görə həmin sahələrdə əkin aparılır və ərazilərə kənar şəxslər nəzarət edir. Lakin ekologiya azı olaraq aparılan araşdırma nəticəsində məlum olub ki, sözügedən iddialar tamamilə əsassızdır. Çolanı kənd bələdiyyə sədri və icra nümayəndəliyinin təqdim etdiyi sənədlər göstərir ki, sakinlərin öz örüş sahələrimiz kimi iddia etdikləri ərazilər meşə fondu torpaqlardır və heç vaxt bələdiyyə mülkiyyətində olmayıb. Çolanı kənd sakinlərinə məxsus 1032 hektar örüş torpağının bələdiyyə tərəfindən 548 hektarı müxtəlif şəxslərə satılıb, qalan hissəsi isə icarəyə verilib. Yəni kənd sakinlərinin narazılıq etdikləri sahələr onların örüş torpaqları deyil. Hacıqabul rayonunun meşə fondu torpaqları ümumilikdə cəmi 147 hektardır. Sakinlərin icarəyə verilən meşə sahəsi kimi təqdim etdikləri ərazilər məhz bu meşə fondu torpaqlardır. Bu torpaqlarda yeni yaşıllıq zolaqlarının salınması istiqamətində işlər aparılır və prosesə 3 saylı regional meşə təsərrüfatı mərkəzinin əməkdaşları nəzarət edir. Araşdırma zamanı sakinlərin meşə fondu torpaqlarını bələdiyyə torpaqları kimi göstərməyə cəhd edildiyi aşkar olunub. Bir çox sakinlərin məqsədinin meşə fondu torpaqlarını şəxsi istifadə üçün ələ keçirmək olduğu ehtimal edilir. Bunun üçün isə onlar meşə fondu torpaqlarını bələdiyyə örüş sahələri ilə qəsdən qarışdıraraq yanlış məlumatlar yayırlar. Sakinlərin yaydığı əsassız xəbərlər nəticəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Regional Meşə Təsərrüfatı Mərkəzinin rəhbər şəxslərinin adları mənfi şəkildə gündəmə gətirilir. Fakt odur ki, sakinlərin müxtəlif dövlət qurumlarına etdikləri çoxsaylı müraciətlər məhz əsassızlıq səbəbindən rədd edilib. Əgər iddialar doğru olsaydı, məsələ aidiyyatı qurumlar tərəfindən çoxdan həll olardı. Meşə fondu torpaqlarının qanunsuz istifadəsi ilə bağlı yayılan iddialar əsassızdır. Problemin əsas səbəbi bələdiyyənin öz örüş torpaqlarını satması və icarəyə verməsidir. Sakinlər meşə fondu torpaqlarını şəxsi istifadəyə keçirmək üçün yanlış məlumatlar yayırlar. Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Regional Meşə Təsərrüfatı Mərkəzinin rəhbər şəxslərinin adlarının hallandırılması heç bir hüquqi və faktiki əsasə malik deyil. Ekologiya azı olaraq adları çəkilən qurumların və şəxslərin mövqeyini dərc etməyə hər zaman hazırıq. Dilbər Vüqar qızı, Bölgə TV.